Deməli dostlar, buradan bir keçirdim, diqqətli bir gözəl manzara çəkdi. İstəyirəm onu sizinlə paylaşım. O sosial şəbəkələrdə ağsaqqal kişi var, onun sözləri bir yadıma düşdü. Deyir, bəs nəyiniz var, yeyin, için, maşınınız var, sürün. Bu dünyaya etibar yoxdur. Həqiqətən də onun sözlərinə qüvvət. Deməli, eviniz varsa, yaxşı eviniz varsa, maksimum dərəcədə orada yaşayın. Maşınız varsa, yaxşı maşını sürün. Özdə pırçım hər gün. Hər gün onu sürün. Hər gün evinizdə yaşayın. Çalışın, yaşayın. Çünki sonuçda baxın. Sonuçda budur. Bu manzara. Mən bunu dünyanın ən gözəl mənzərəsini hesab edirəm. Çünki bundan o yanası yoxdur. Burada hər şey bitir. Maşın da bitir, ev də bitir. Yəni deməyim odur ki, dostlar, yenə deyirəm. Maksimum dərəcədə eviniz varsa orada yaşayın, maşınınız varsa hər gün sürün. Bu dünyaya etibar yoxdur. Çünki hər şey qalacaq burada, bitəcək çox. Ona görə də hələ bəziləri də görsən maşını çürüdürlər qarajda. Bir o qaraj kömək etməz deyənə hələ bir dankrata da vururlar qarajın içində. İllərlə orada qalır. Evlərin qapıları qıfıllanıb, aylarla, illərlə yaşayan yoxdur. İmkanınız varsa, yəni o evləri, nə bilim, yaşamaq imkanınız yoxdursa orada, verin bir fağır fuqaraya, bir, nə bilim, kasıba, küsüba, ətrafınızdakı qohum əqrabaya verin, qoy yaşasınlar, müfəqəti də olsa, qoy yaşasınlar heç olmazsa. Çünki bu həyat da müfəqətidir. Ona görə də dostlar, çalışın maksimum dərəcədə dediyim kimi. Sonuçda gördünüz də, sonuçda oradır. Oradan o yanası yoxdur. Hər şey orada bitir. Belə. Bəziləri də fikirləşir hələ. Ay, nə bilim, başa düşürəm. Oğul, nəvə, nəticə, nə bilim, kötücə, zat filan. Görsən, hələ heç nəvə gəlməyib, yoxdur dünyaya. Nəticə üçün əlləşir. Bilmir nəticə kimi yaşayacaq, yaşamayacaq. Və yaxud da ki, nəticə dünyaya gələcək, gəlməyəcək. Elə belə də nə bilim, hamı mənim olsun. Hamı mənim olsun. Nə bilim, o tərəfdən də bəziləri, nə bilim, qardaş, qohum, imkansız ailə, zat, birinin nə bilim. Yəni, bu dünyada yoxdur da düzgünlük, yoxdur. Düzgünlük, bərabərlik yoxdur. Olsaydı, çox gözəl olardı, nə bilim, belə qurulub. Birinin milyardı, biri çörək axtarır. Axırda da, sonuçda da hamımız gedirik ora. Heç bitir, qutarır hər şey. Ona görə də dostlar, çalışaq. Maksimum dərəcədə dediyim kimi. Maşınınız var, sürün, eviniz var, yaşayın. Qoy kif gətirməsin. Beləncək, hər kəsə uğurlar arzu edirəm.